Hə, köhnələr. Deyirəm, həmişə kimi xəbərlərə baxıram, xəbərləri izləyirəm. Bizim yox, dünyanın fəxri, dünyanın karatesinin brilyantı Rafael Aqayevin bir müsabiqəsi çıxdı mənim qabağıma. Harda ki, yenə də o həyfslənə-həyfslənə çox böyük bir kədərlə danışır ona qarşı baş verən haqsızlıqlardan. Yani o bilirsiniz o inyeksiya söhbəti, o iğne söhbəti ne söhbətdir ki, onu bizim federasiya həmən bu Rafael üçün yani təşkil etmir. Hətta onun başına vurur ki, sən artıq bizi bezdirdin də. Rafael Aqayev hələ belə adam deyil. Rafael Aqayev dünyanın karate brilyantı, bu adı şəxsən ona Dünya Karate Federasiyasının prezidenti verib. Bu insan 5 qat dünya çempionu olub. O çempionatların da birində hətta bir çempionatdan 2 qızıl medalla gəlib. Siz biraz araşdırın, baxın, görün ki, bu demək olar ki, yeganə bir hallar dünyada 1-2 dənə belə bir şey olar, olmaz da. Həmən çempionatda həm öz çəki dərəcəsində 72 çəki dərəcədə birinci yer tutub, həm də sərbəst çəki üzrə. Siz təsəvvür edirsiniz bu nə deməkdir? 11 dəfə Avropa çempionu olub. Olimpiyada qızıl medala düzdür qalib gələ bilməyib, qızıl medal almayıb, amma gümüş medal olub. Amma onu bir dənə araşdırsınız, görsünüz onun rəqibi kim olub və bəzi məqamları həmən döyüşdən başa düşəcəksiniz ki, hələ bu insan hələ qızıldan yox, brilyant medala bir layiq olan bir insandır. Hər şeyi qoyaq bir də qırağa. Bax, yadınızdadırsa, uşaqlıqda biz Bruce Lee haqqında kinoları sevərdik də. Bruce Lee bizim üçün bir idol idi, kumir idi. Amma Rafael Aqayev bizim milli Bruce Lee'mizdir. Özdə bu sadəcə belə söz deyil. Gəlin mən sizə paralelləri deyim. Bildiyiniz kimi həmən Bruce Lee özünə məxsus bir döyüş üsulu yaratmışdı. Həmən döyüşün adı Jeet Kune Do qoyulmuşdu. Yəni o döyüş tam şəkildə əks hücumlar əsasında bazalanır. Yəni yararlanır. Bu unikal bir stildir də. Yəni dünyada nadir bir adamlar var hansı ki o usulda döyüşə bilir. Onu da bilin ki, Rafael Aqayev məhz o insanlardan biridir. Onun döyüşlərinə fikir verirsiniz, görəcəksiniz ki, onun özünə məxsus bir texnikası var və həmən o Jeet Kune Do ilə çox yaxın paralelləri var. Çünki Rafaelin də bütün qalibləri, bütün belə iponları, halları hamısı məhz əks hücum nəticəsində olub. Buradan isə bir də üst tuturam həmən bax o federasiyasının üzvlərinə, həmən bu işdə yəni qatılan bir insanlara. Siz onu bilin ki, yəni sizin o giyindiyiniz Zərzibonski kostyumlar, sürdüyünüz luxury, bahalı həyat, bahalı avtomobillər, onlar hamısı Rafael kimlərin sayəsində siz əldə eləmirsiniz. Yəni ki, Rafael kimləri, Rafael mənə bağışlasın, hamballıq eləyir. Amma onun bəhrəsini siz görürsünüz hamınız, pulları orada silə-silə. Özünüz mənə başa düşdünüz də. Buradan mən yenə Rafaelə çox böyük dəstəyimi bildirmək istəyirəm. Şəxsən mən onunlayam və hər tərəfli, lap lazım olsa maddi tərəfdən də həmən o iynəni, yəni ki, o inyeksiyanı vurmağa mən hazıram. Qəlbdən qəlbə bu qədər.